Dubayda biznes qururuq. Baxma, hərəkətə keç. Sən baxarkən başqaları artıq həyatını dəyişir. Mən anladım. Qələbə o insanlara gəlir ki, onlar risk etməyə, qərar verməyə və nəticə əldə etməyə hazırdılar. Mən Dubayda hər şeyi sıfırdan başladım. İş qurmaq üçün evimi satırdım, sponsor axtarırdım. Amma bunların hamısı səhv imiş. Çətinliklər gördüm və bir şey anladım. Sistemi özümüz qurmalıyıq. Öz gücümüz, öz ağlımız, öz cəsarətimizlə. Bu çağırış zəiflərə aid deyil. Bu çağırış mərd, etibarlı, çalışqan və ədalətsizliyə tab gətirə bilməyən insanlara aiddir. Nankor, qorxaq və mənfi düşüncəli insanlar bu sistemdə yeriniz yoxdur. Mənə bütün dünyadan 300-500 nəfər aktiv düşüncəli, məqsədyönlü kişi və xanımlar lazımdır. İngilis və başqa dilləri bilən, sosial şəbəkədə aktiv olan, məqsədi olan insanlar lazımdır. Biz burada öz işimizi qururuq. Sən cəmi $1500 qoyursan və mən sənə borclu qalmamaq üçün 2 ay Dubayda yaşayış yeri verirəm. Əlbəttə ki, səninlə işləmək üçün sənə şərait yaratmalıyam. Bilirsən, Dubayda evlər bahadır. Bu sadəcə iş deyil, sistemdir. Hər kəs bir-birinə dəstək olacaq, bir yerdə böyüyəcəyik, bir yerdə qazanacağıq. Unutma, fikir yox, hərəkət qazanır. Qorxu yox, risk ucaldır. Gözləmə, indi başla. Mənim adım Fəxridir, 41 yaşım var. Və mən həyatdan qorxmuram, çünki bilirəm. Başlamaq üçün heç vaxt gec deyil. Peyğəmbərimiz buyurub, çox düşünmək və çox danışmaq qəlbi öldürər. Dostum, heç kimdən kömək gözləmə. Yalnız özünə güvən. Disiplinlə, vicdanla, cəsarətlə yaşa. Daha ətraflı məlumatı sənə WhatsApp-a göndərəcəyəm. Qərar verməmiş mənə yazma. 994 99 395 95 09. Mən ayıldım, sən də ayıl. Ya birlikdə qalxacağıq, ya da heç kim olmayacağıq. Amma heç vaxt əyilməyəcəyik.